Salam, əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Fatimə müəllimə yenə də sizinlə birlikdə qəbullara baxırıq. Bugün 21-i 7-ci ay 2022-ci il, yəni 2022-nin ikinci qəbuluna baxırıq. İkinci qəbul, birinci qrup A variantı. Videoya keçməzdən öncə, yəni izahlara keçməzdən öncə sizdən xahişim budur ki, əgər kanala abunə deyilsinizsə, abunə olun. Bəyənməyi, rəy yazmağı, paylaşmağı da unutmayın ki, daha çox insan faydalansın və siz də buna vəsilə olasınız. Eləcə də bizim də sizə faydamız daha çox toxunar bu baxımından. Təşəkkür edirəm hər birinizə. Keçək izahlarımıza. 31-ci sualdan başlayaq. Deməli, burada biz A və B cisimlərinin xəyallarını almalıyıq. Əvvəlcə gəlin xəyalını alaq. Bilirik ki, toplayıcı linzada biz xəyal almaq üçün ümumiyyətlə istər toplayıcı, istər səpçi iki şüadan istifadə edirik. Yəni, birinci şüamız olsun ki, A-dan demək, baş optik oxa paralel gələn şüa. Bunu paralel qəbul edək, çünki 2 dəfə çəkdim, ikisində də belə oldu. Linzada sınıb F-dən keçir. Və bunu da biraz uzatsaq yaxşı olacaq. Digər şüamız isə optik mərkəzdən keçir və sınmadan öz yoluna davam edir. B-dən də eyni, biri paralel gəlir, yəni paralel gələn bunun üstünə gedəcək, sınıb F-dən keçir və digəri isə optik mərkəzdən keçərək sınmadan yoluna davam edir. İndi baxın, A cisminin xəyalı olacaq burada. Başı aşağı. Niyə başı aşağı olur? Çünki şüaların kəsişmə yeri, baxın şüaları hardan göndərmişik? Cismin baş hissəsindən. Demək ki, xəyalın başı orada olacaq da, kəsişmə yerində. B-nin xəyalı isə olacaq, baxın burada. Burada kəsişib də şüalar oldu bu formada. İndi gəlin baxaq. Xəyal böyüdülmüş alınır. Hansı xəyal böyüdülmüş alınır? B-nin. Bu gedir B-yə aid 1. Xəyal çevrilmiş alınır. Hər ikisi çevrilmiş alınıb, ona görə 2. Xəyal həqiqidir. Hər ikisinə aiddir, çünki şüaların özləri kəsişib. Xəyal 2 qat fokusdan arxada yerləşir. 2 qat fokusdan arxada B-nin xəyalı yerləşibdir. 4. Xəyal fokusla 2 qat fokus arasında yerləşib. Bu da A-nın xəyalıdır. 5. İndi gedək buna aid cavaba baxaq. 5, 2, 3, üçüncüsünə 1, 4. C variantı doğru cavabdır. 32-də sıxlıqların müqayisəsidir. Biz demişik ki, dərsdə əgər rho cisim böyüksə rho mayedən, bu cisim mayeyə batar. Rho cisim bərabər rho maye olarsa, maye daxilində tarazlıqda qalar. İndi baxırıq ki, cisim ikinci mayenin daxilində tarazlıqda qalıbdır. Ona görə də rho bərabər rho 2, amma birinci maye heç keçə bilməyibdir. Elə 2-də də qalıbdır. Ona görə də birinci mayenin sıxlığı daha böyük olacaq. Bu da olur A variantında. 33-də bizdən təcilin maksimal qiymətini istəyir. A bərabərdir xm omega kvadratı. Xm burada 0,4-dür, tənlikdən verilib. Omega isə t-nin əmsaldır, onun kvadratı. Bu da olur 40. Y variantı. 34. Atom nüvəsinin sərbəst nöqonlara parçalanmaq üçün lazım olan minimal enerji nüvənin rabitə enerjisidir. 34Y. 35 joule bölünsün metr. Bilirik ki, qüvvənin vahididir. Həcmi hesablamaq üçün M bölünsün rho bizə kütlə və sıxlıq lazımdır. Burada olur C variantı. 37. Qayışlı ötürmə zamanı 1-2-3 nöqtələrində aların müqayisə. 1 ilə 2-yə baxsaq, 1 ilə 2 nöqtəsi mərkəzindən keçən ox ətrafında fırlanan diskdir və bu nöqtələrdə omega bərabərdir. Onda A üçün yazarıq omega kvadratı R, A R-dən düz asılıdır. Bu 1-dən 2-yə aiddir. Yəni A2 böyükdür A1-dən, çünki R-dən düz asılıdır. Birincinin eri bu boydadır, amma 2-nin eri daha böyükdür. Bir də indi 2 ilə 3 nöqtəsinə baxırıq. 2 ilə 3 nöqtəsində isə qayışlıdır, sürətlər bərabərdir. A bərabər V kvadrat bölür. A R-dən tərs asılıdır. 2-nin radiusu daha böyük olduğuna görə təcili daha kiçikdir. A2 kiçikdir A3-dən. Yəni A3 A2-dən böyükdür, A2 də A1-dən. Onda cavabı belə yazarıq da. A3 böyükdür A2, böyükdür A1. Elə bilin ki, bunu ilə bunu birləşdirdik. Hər ikisini bir bərabərsliyə yazdıq. Bu da doğru cavab olur A variantı. 38-də qrafik A nöqtəsinə uyğun hündürlüyə baxın. Baxın, burada ağırlıq qüvvəsi neyinibdir? 9 dəfə azalıbdır. Biz də demişik ki, N üstə gəl 1-in kvadratı dəfə azalır. H bərabərdir N R yüksəkliyinə qalxanda.
bu dəfə azalır. N plus 1-in kvadratı dəfə. İndi 9 dəfə azalıbsa, N plus 1-in kvadratı 9 olubsa, N plus 1 3 olub, N də bərabər 2 olub. Deməli, H bərabərdir 2R hündürlüyündə olubdur. Doğru cavab olur nə? Y variantı. 38-də bizə deyir ki, cismin maksimal qalxma hündürlüyündəki potensial enerji. Maksimal qalxma hündürlüyündəki potensial enerji Y potensial maksimumdur. Həmçinin bu Y kinetikin maksimum qiymətinə bərabərdir. Çünki yer səthindən cisim atılanda başlanğıc sürəti var deyə kinetiki maksimumdur, potensialı sıfırdır. Maksimal qalxma hündürlüyündə isə potensialı maksimaldır, kinetiki sıfırdır və bunların hər ikisi tam enerjiyə bərabərdir. Biz də bilirik ki, tam enerji Y tam bərabərdir mv0 kvadrat bölünsün 2-yə. V0 da nədir? Baxın, gəlib bu nöqtəyə 2 saniyəyə çatıb və bu nöqtədə sonra qayıdıb geri, yəni sürəti 0 olub da. Onda V0 bərabərdir JT yaza bilərik. Çünki V bərabərdir V0 çıx JT-yə görə son sürət həmin nöqtədə 0 olub 2 saniyəyə. Baxın, 2 saniyəyə. Yəni JT. Onda buradan da alınır V0 bərabərdir JT. Qısacası V0 bərabərdir JT-ni yazsaq, 10 vurulsun 2, 20. Burada gətirib yerinə qoysaq 0, 0, 3 vurulsun 20-nin kvadratı bölünsün 2. Cavab olacaq 0,6, yox 6. Elə 6-nın özü alınır. C variantı. 40. Doyan buxarın qrafiki verilib P-nin B-dən. Doyan buxarın təzyiqi haçan sabit olurdu? T sabit olanda əlavə hansı kəmiyyətlər sabit idi? P, Rho, N də sabit idi. Deməli ki, temperaturu dəyişməz, çünki təzyiqi sabit verib bizə. Kütlə isə doyan buxar neyniyir? İzotermik genişlənir. Baxın, V-si artır. Genişlənəndə təbii ki, orada kütləsi artacaq. Çünki maye daha çox buxarlanmağa yeri olur və buxarlanır. Ona görə də kütlə artır. Həm də M bərabər Rho V-dir də. Rho-su eynidir. V-si artır. Demək ki, M-i də artacaq. Doğru cavab olur 40-da A variantı. 41. 41-də bizdən AX-ın qrafikini istəyirik. X-i verib bizə 4D üstəgəl 2T kvadratı. AX bilirik ki, T kvadratın əmsalını 2-yə vuranda olur. Yəni 4-ə bərabər və təbii ki, 4-dən sabit olacaq Y variantı. 42-dən elektrik yükünün asıllığını verib bizdən maqnit sahəsinin enerjisini istəyir. Bilirik ki, elektriklə maqnit ayrı komandalardır. Biri sinus olanda, o birisi kosinus olur. Demək ki, elektrik yükü sinusdursa, koordinat başlanğıcından başlayıbsa, maqnit sahəsi kənardan başlamalıdır, yəni kosinusla olmalıdır və aşağı keçmir enerji qrafiklər, çünki kvadratik funksiyadır. Kənardan başlayıb aşağı keçməyəndə cavab olur Y variantı. Getdik 43-ə. 43 maraqlı sualdır. Tam dövrən xarici müqavimətini hesablayın deyir. Biz bilirik ki, I bərabərdir, epsilon bölünsün, R üstəgəl, R-dir düstur. Buradan yerinə qoysaq, 12 bərabər, 12 yox, 2 bərabərdir, epsilon 12 bölünsün, R üstəgəlinsin 1. Buradan R-i tapsaq, 6 bərabərdir, R üstəgəl 1, R bərabərdir 5. Tam dövrən xarici müqaviməti deyəndə yadda saxlayın ki, R ümumini istəyir bizdən. R ümumi də nədir? Bir dənə burada R var, bir də burada R var, mənbəyin daxili müqaviməti və bunlar bir-birinə ardıcıl qoşulub. Ona görə də R üstəgəl R, yəni 5 üstəgəl 1 cavab olacaq 6. 44-dən neytron elektrik sahəsinə daxil olur. İmpulsun zamandan asılılığı təbii ki, neytron olduğuna görə D variantı olacaq. 45. Müstəvi kondensator sabit gərginlik mənbəyindən açılmışdır. Açılıbsa bu nəyi sabitdir? Gücü sabitdir. S üçün düstur yazsaq, epsilon, epsilon 0 S bölünsün D. U üçün yazsaq, Q bölünsün S. O da bərabərdir, epsilon, epsilon 0. Daha doğrusu bu aşağıda olur. Q, D bölünsün, epsilon, epsilon 0 S. Burada da göründüyü kimi məsafə artdığına görə S azalır, tutum azalır. Məsafə artanda isə U da düz mütənasib olduğuna görə bu da artır. Azalır, artır. Cavab olur A variantı. 46-da. Radiusu 50 olan dairəvi səth induksiyası 1.6 olan bir cism maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəli bucaq əmələ gətirir. Baxın, bu bizim olsun səthimiz. Bu olsun B vektoru. Bu da olsun səthin normalı. Biz də demişik ki, fi bərabərdir BS kosinus alfada. Deməli, bu alfa nə ilə nə arasındakı bucaqdır? Biz demişik ki, normalla B arasında qalan bucaqdır. İndi bizə deyir ki, burada sahə ilə induksiya vektoru arasındakı bucaq 30 dərəcədir. Deməli ki, bizə lazım olan kosinus alfanın alfası 60 dərəcədir.
Onda biz qoyub yerinə hesablayaq 60-la. Deməli, fi bərabərdir b vurulsun, s-in yerinə pi r kvadratı vurulsun, kosinus 60 dərəcə bərabərdir. 1/6 vurulsun, 3 vurulsun, 50 sm çevirsək 0,5, onun da kvadratı 25 vurulsun 2-də 1 bərabərdir. İndi bunu hesablasaq, bunlar getsə 0,8, 10-da 2, 10-da 6 eləyir cavab. Mən əgər hesablama səhvi etmədimsə, cavab olmalıdır B variantı. Getdik 47. Hansı prosesdə ideal qazın sıxlığı artır? Sıxlığın artma prosesinə baxmalıyıq. Həcm azala da bilər burada. Sıxlıq artanda həcm azalır, tərs asılıdır. İndi gəlin bir-bir baxaq da. İzoxor prosesdə bilirik ki, sıxlıq sabitdir. Ona görə A-la B-ni çıxırıq avtomatik. İzobar qızma. İzobar qızmada P sabitdir, T artır. Biz də bilirik ki, ρ bərabərdir P-in bölü RT-yə görə. P sabitdir, T artırsa ρ azalacaq. Bu da deyil. İzotermik sıxılma. Baxaq görək. İzotermik sıxılmada D variantına baxırıq. T konstantdır, V azalır. V azaldığına görə ρ artacaq. Cavab olacaq elə D variantı. 48. İşıq bir mühitdən başqa mühitə keçərkən dalğa uzunluğu 3 dəfə azalırsa tezliyi dəyişməz. B variantı olacaq 48-də. 49-da eyni cəryanın düz naqillərin ən kəsikləri təsvir edilmişdir. A nöqtəsində onların yaratdığı yekun maqnit sahəsinin induksiya vektorunun istiqamətini tapın. Baxaq, biz bilirik ki, dairəvi cəryanda, deməli, əgər daha doğrusu düz naqillərdir bunlar. X verilibsə istiqamət, X-da nə deyirdik? Saat əqrəbi istiqamətində fırlanırdı. Və gəlir, baxın, bu saat əqrəbi istiqamətində fırlana bu nöqtədə olur bu istiqamətdə. Bunu eyni A nöqtəsinə köçürsəm, olacaq bu istiqamətdə. Elə bu qırıq-qırığın da üstüynə çəkə bilərik. Fərqi yoxdur. Sonra, baxın, burada isə, burada da saat əqrəbi istiqamətində fırlanır və bu şəkildə olacaq. Yəni ki, bax, bunu da indi A nöqtəsinə köçürsəm olacaq belə. İndi yekunda bu ikisinin yekunu hara olur? Bunlar üzərində paraleloqram qursaq, yekun olacaq sağ tərəfə, yəni cavab olur 49-da B variantı. 50. Sürüşmə sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, F sürüşmə bərabərdir μ-N-dir. Yəni cavab olur burada da B variantı. 51. Bir atomlu ideal qazın daxili enerjisi mütləq temperaturdan asılılığında maddə miqdarının ən kiçik qiymətini istəyir. O bərabərdir 2-də 3 νRT. Burada maddə miqdarının U-nu tapsaq, olacaq 3RT aşağıda, 2U yuxarıda. Baxıram ki, U bölünsün T hasili ilə, yəni tangent alfa ilə düz mütənasibdir. Elə bil 3R bölü 2 sabitdir, bu qalsın. Əsas tangent alfa. Tangent alfa ilə düz asılıdırsa, ən kiçiyi bucağın ən kiçiyində olacaq da 1-də. Digərlərində baxın, bucaq getdikcə artır, getdikcə böyüyür. Ən kiçiyi olur 1-də, bu da olur 51-də D variantı. 52. A nöqtəsinə təsir edən Lorentz qüvvəsinin istiqaməti. İndi mən burada dedikcə siz çalışın əlinizi tutun. Bax, maqnit sahəsinin istiqaməti nöqtə olmağı nə deməkdir? Yəni ki, biz əlimizin içini görürük. Sanki demişəm də qələmin ucu nöqtədir. Qələmin başı hissəsi isə X-dir. Əgər qələmin ucunu görürüksə, daha doğrusu əlimizin içini yox, üstünü görürük. Çünki sanki şəkildən bizə nöqtə gəlir, şəkildən bizə qələmin ucu gəlir. Bizim əlimiz qələmin ucunu örtməlidir. Qələm əlimizə daxil olmalıdır, belə deyək. Ona görə biz əlimizin üstünü görürük. Əlimizin üst tərəfi nöqtədir. Daha sonra bizdə müsbət yük verilib. Müsbət yükdə hansı istiqamətdə hərəkət eləyəcək, baxaq burada. Burada bizdə hərəkət istiqamət deyil, mən indi fikir verdim suala. Lorentz qüvvəsi çevrə üzrə hərəkətdə ümumiyyətlə qüvvə hara yönəlir? Çevrənin mərkəzinə. Yəni bizə buradan usta sürətdə vermədiyinə görə sürət ya bu tərəfə ola bilər, ya bu tərəfə. Çevrədə də sürət toxunanla radius vektor perpendikulyar daxil qüvvə də olacaq belə. Ona görə cavab burada olacaq A variantı. Yəni sürətə heç ehtiyac yoxdur. Heç B-yə də. B-si X olsa belə yenə də bu şəkildə olsaydı cavab olacaqdı A variantı. Çünki çevrənin mərkəzinə yönəlir qüvvə. 53-də deyir ki, bizə intensivliyin modunu hesablayan, bizə verilibdir yük, məsafə və K. İntensivliyin düsturu bilirik ki, K Q bölünsün, yükün modulu
bölünsün r-in kvadratı. Y-nin də modulunu istədiyinə görə bunu bütöv modulda yazıram. Bərabərdir 9 vurulsun 10 üstü 9 vurulsun Q 2 vurulsun nanokulonda 10 üstü -9 bölünsün 0,2'nin kvadratı, yəni 0,2 vur 0,2. İndi biz burada ixtisarlarımızı aparsaq yuxarıda deməli belə eləyir. Yuxarıda olur 9 bölünsün 2 4,5 eləyir. Yəni diqqətlə baxaq, səhv eləməyək hardasa. Burada yuxarıda 0,1 yox 10 qalır. 90'ı da 0,2'ye böləndə, 902'ye böləndə, yəni 450 volt bölünsün metr. Açıq sualda hesablamalarda çalışaq diqqətli olaq. Cavab olacaq 450 metr. 54. Metal fotonunun enerjisi 4 elektron volt və 2 elektron volt olan monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimal kinetik enerjiləri 5 dəfə fərqlənir. Elektronun metaldan çıxış işini hesablayın. Deməli, bu sual fotoeffektə aid maraqlı sualdır. Gəlin baxaq, verilənlərimizi yazaq əvvəlcə. Metal fotonun enerjisi, yəni Y foton 1 4 elektron voltdur. Y foton 2 isə 2 elektron voltdur. Maksimal kinetik enerjiləri 5 dəfə fərqlənir. A çıxışı soruşur bizdən. A çıxış hər ikisində A çıxışdır. Y kinetik 1 və Y kinetik 2. İndi biz Einstein düsturunu yazsaq, Y foton bərabərdir A çıxış üstə gəl Y kinetik. Baxırıq ki, Y kinetik ilə Y foton düz asılıdır, bir-birindən xətti asılıdır. Amma yəni Y kinetik artsa fotonun da enerjisi artacaq da. Ona görə də nə edirik? Düz mütənasib şəkildə götürürük. 5 dəfə fərqlənir, yəni biri digərindən 5 dəfə çoxdur. Hansı çoxdur? Y fotonu çox olan çoxdur. Yəni buna 5Y yazsam mən, buna da Y yazacağam. İndi gəlin bu düsturu tətbiq eləyək hər ikisi üçün. Birincisi bu olsun, ikincisi bu. Baxın, yazıram ki 4 bərabərdir. Bu düsturu yazıram. Y foton bərabərdir. A çıxış üstə gəlinsin, Y kinetik. İndi bu düsturu hər ikisi üçün tətbiq edirəm. 4 elektron volt bərabərdir. Çıxış işinin axırda elektron voltdan istəyirdik. Əvvəldən də elektron volt yazmayacağam mən. 4 bərabərdir. A üstə gəl 5Y. 2 bərabərdir A üstə gəl Y. Bunu sistem kimi həll eləyək. Tərəf-tərəfə çıxsaq bunları, birinci tənlikdən ikinci tənliyə çıxsaq, 2 bərabərdir A'lar islah olunur, qalır 4Y. Buradan da Y bərabərdir 0,5. İndi gətirib bax bu düsturlardan birində, məsələn burada Y-ni yerinə qoyub A'nı tapa bilərik. 2 bərabərdir A üstə gəl 0,5. Buradan da A alınır ki 1,5 elektron volt olur. Qəşəng maraqlı sualdır bu da. Ümumiyyətlə, fotoeffekt sualları maraqlı olur, çaşdırıcı olur həm də biraz. 55. Sarğacdakı cərəyan şiddətini 2 dəfə artırdıqda onun maqnit sahəsinin enerjisi 90 joule artdı. Sarğac deyirsə, enerji üçün yazırıq ki, fi bərabər L kvadrat bölünsün 2. Cərəyan şiddətini 2 dəfə artıranda maqnit sahəsinin enerjisi 90 joule artıb. İndi baxın, bax, cərəyan şiddətinin 2 dəfə artımı enerjiyə nə edəcək? Enerjini 4 dəfə artıracaq. Yəni, enerji 2 bərabər 4 enerji 1. Həm də deyir, enerji 90 joule artıb. Yəni, ikinci enerji bərabərdir, birincidən 90 joule çox. İndi baxın, bu hissədən həll eləsəm, 3 enerji 1 bərabər 90 və enerjinin ilk qiyməti olub 30. Bizə hər şeyi joule-la verib, joule-la da soruşur. Cavab olasıdır burada 30. 56-da. Elektrolitlərdə elektrik cərəyanı hansı yük daşıyıcılar yaradır? Təbii ki, biz bilirik ki, elektrolitlərdə müsbət və mənfi iyonlarda da elektrodlarda toplanır. Ona görə də cavab olur 3 ilə 4. Sonra 57. Bərk cisim mayeyə və daha sonra qaz halına çevrilməsi prosesində onun temperaturunu aldığı istilik miqdarına asılılıq qrafikinə əsasən uyğunluğu müəyyən edin. Yalnız ərimə hissəsi hansıdır bunun? Bərk cisimdirsə, bu əvvəlcə qızıbdır, buracan qızıb, sonra əriyibdir. Demək ki, bu hissə əriməyə sərf olunubdur və əriməyə sərf olunan istilik miqdarı 70 ilə 120 arası olduğuna görə 120 kilojouldan 70 kilojoul çıxanda alınır 50 kilojoul. Yəni 1-ə gedir burada B variantı. Yalnız mayenin qızmasına, bax, burada bərk idi, bərk qızırdı. Burada bərk əridi, maye oldu. İndi burada maye qızır. Demək ki, yalnız mayenin qızmasına nə qədər sərf olunur? 190-dan çıxırıq 120-ni, olur 70.
Yəni 2-yə gedir D. Yalnız mayenin qaynamasına. Maye də 100-əcən qızıb sonra qaynayır da. Maye burada başlayır qaynamağa və 270 ilə 190-ın arası olur. 270-dən 190-a çıxanda cavab eləyəcək 80. Bu da olur C. Deməli 1-ə getdi B, 2-yə D, 3-ə də C. Və gəldik çatdıq situasiyamıza. Müəllim yarımkeçircilərdə elektrik keçirciliyini araşdırmaq üçün termorezistoru EHG-si 20 volt olan, daxili müqaviməti 1 ohm olan sabit cəryan mənbəyinə birləşdirib içərisində qaynar su olan qaba yerləşdirdi. Ampermetr ilə voltmetrin göstərişlərini qeyd etdi. Su soyuduqdan sonra isə ampermetr və voltmetrin göstərişlərinin dəyişdiyini şagirdlərə göstərdi. Birinci sualımız nədir? Ampermetr və voltmetrin göstərişləri necə dəyişdi? Uyğun düsturları yazmaqla cavabınızı əsaslandırın. Mən gəlin baxaq. Bizə deyir ki, qaynar su olan qaba yerləşdirdim. Baxın, biz bu dövrəni qaynar su olan qaba salsaq, burada termorezistor var. Termorezistor hansı mühitə aid cihaz idi? Yarımkeçircilərə aid. Yarımkeçircilərin müqaviməti ilə temperaturu necə asılı idi? Tərs asılı idi. Biz bunu qaynar suya salsaq, termorezistorun temperaturu artacaq. Termorezistorun temperaturu artdığına görə müqavimət neyniyəcək? Azalacaq. Müqavimət azaldığına görə dövrədəki cərəyan şiddəti neyniyir? Artır. Niyə? Çünki I bərabərdir epsilon bölünsün R üstəgəl R. Əgər kəsrin məxrəci azalırsa, demək ki, kəsrin qiyməti artır. Demək ki, ampermetrin göstərişi artdı. Bəs yaxşı, voltmetrin U'nun düsturu nədir? Epsilon R bölünsün R üstəgəl R. Burada baxıram ki, R həm surətdə var, həm məxrəcdə. Ona görə bu düsturla müqayisə eləmək doğru deyil. Bəs neyniyək? U'nun bu düsturunu yox, epsilon çıxılsın, R düsturunu yazaq. Bu bizim köməyimizə gəlir. Niyə? Çünki epsilon dəyişmir, R dəyişmir. I-yə görə onu təyin edə bilərik. I neynədir bizdə? Artdı. I artanda qarşısında mənfi olduğuna görə U da azalacaq. Demək ki, ampermetrin göstərişi artır, voltmetrin göstərişi azalır. 58-ci cavabı bu və uyğun düsturlarda yazdıq. 59. Termorezistorun müqavimətini ampermetrin göstərişinin 2 amperə bərabər olduğu anda hesablayın. Gəlin bunu buradan rahat-rahat yazaq. Demək, bizə deyir ki, İ'si 2 olan anda termorezistorun müqavimətini hesablayın. İ'nin düsturunu yazıram. I bərabərdir, epsilon bölünsün, R üstə gəlir. İndi 2 bərabərdir. Epsilonumuz neçə idi bizim? 20 bölünsün, R üstəgəl 1. 1. Çünki daxili müqavimət 1-dir. İndi buradan 10 bərabərdir, R üstəgəl 1. Buradan da R bərabərdir 9-a. Deməli, R 9-dur. 60-da ampermetrin göstərişi 2 olanda termorezistorda ayrılan gücü hesablayın. Güc bərabərdir I kvadratı vurulsun R. 2-nin kvadratı vurulsun. R-i də 9 tapdıq. Bərabər olacaq cavab 36-ya. Situasiya testlərimiz də belə. Mən bu testi asan dəyərləndirirəm açığı. Çünki çox da çətin suallar yox idi və izahlar da tez bitdi. İnşallah siz də baxın, izahlarda problem olarsa, ola bilər ki, yorğunluqdan, hardasa nəysə səhv eləyərəm diqqətsizlikdən. Rəylərdə bizi ilə bölüşməyi unutmayın. Bir daha yadınıza salmaq istəyirəm ki, sınaq qrupumuza qoşulmaq istəyirsinizsə ki, tamamilə ödənişsizdir və yalnız abituriyentlər üçündür. Yəni, müəllimlərin qoşulmağını düzgün hesab etmirəm. Müəllimlər üçün yetərincə qruplar var. Yalnız abituriyentlər qoşula bilər və hər kəsə ödənişsizdir. Hər həftə 3 sınaq paylaşılır 1-ci gün və 5-ci günlərdə onların video izahları göndərilir qrupa. Siz də bu fürsətdən yararlanmaq istəyirsinizsə, qəbul imtahanına daha ciddi, daha gözəl şəkildə hazırlaşmaq istəyirsinizsə, qruplarımıza qoşula bilərsiniz. Ətraflı məlumat üçün mənim nömrəmə yaza bilərsiniz. Nömrəmi qeyd edeyim buradan. Deməli, bu nömrənin WhatsApp-ına yazsaz, mən sizi qruplara əlavə eləyərəm. Təbii ki, yazsaz ki, qruplara əlavə olmaq üçün yazıram. Əlavə eləyərəm. Siz də vaxtında işləyib sonra yoxlamış olarsınız. İnşallah gələn videolarda görüşənə qədər hələlik.